Herkese salam dostlar. Bugün sizlerle beraber günlük vlog çəkirik. İlk önce ben məşğələyə getmişdim və anam taksi vurdu. Evə belə gedirik. Taksidə yolları göstərdim sizə. İndi evə gedirik. Bu arada hava çox gözəl idi və qapını döydüm. Mənə əmim açdı. Evə girdik dostlar. Mən günortası mən olduğum üçün günorta məktəbə gedirəm. Bunları anam pişirmişdi. Mənim elədiyim başqaydı. Mini ASMR elədim. Dostlar burada dondurmamız da var idi. Bu arada kurabiyenin de adı Efsoydu xırtıltısı da. Mən eşitdiyimə görə bu dondurmaların xırtıltısı reklamlarda səfilmiş. Orada belə bir xiyarı dişləyirlər. Onun səsidir. Çünki elə səs gəlmir bundan. Dadı çox gözəl idi. Bitdi və üzüldüm. Sonra isə bir geçiş elədim. Çünki məktəbə gedirəm və gec qalacaqdım az qala. Burada da əynimizi giyim. Görüşərik. Mən məktəbdən gəldim. Məktəbdən gələrkən də pişiklərə rastladım. Çox şirindirlər. Və məktəbdən gəldim gördüyünüz kimi. Və bunların şirinliyinə baxın. Burada 2 dənədir, amma sonradan 3 dənə olacaq. Bizim bir dənə pişiyimiz var. 2-3 aydır bizimlədir. Baxın belə 2-3 dənə pişikdir. Bizim evimizə öyrəşib qapı açılanda falan girir. Mənə baxır pişikdə, gelir padyezə. 3-cü pişiyi çox görmürük. Baxın qapının ağzında hər zaman belə gözləyir. Mən də onu götürürəm, çölə qoyuram. Bu da dostum. Bəlkə çölə çıxdım. Amma bacım gələndə böyük ehtimal. Dostlar, bacım gil yoldaymış. İndi də mən dəyişib çölə çıxıram. Hədiyəsidir deyəcəydim. İndi çölə çıxırıq. Böyle oldu. Çıxacağım ama sizə çəkməyəcəm. Və akım eləyərək çölə çıxdım. Dedim, biraz sörgəsi görsədim. Mən həmişəki kimi rolik bacım sizə skuter sürdü. Amma bu səfər çox skuter sürmədi bacım. Bunda da dedim sizə biraz çölümüzü görsədək. Bacım da özü üçün belə pişiklərə baxır. Pişikləri qorxudur. Pişiyimizin şeyini balasını əlinə almağa çalışır. Sonra təbii ki, axşam oldu. Sizə oradan qədər çəkmədim. Yeməyimi yedim. İndi bibimgilə çıxırıq. Anam daşınəndə bu da hədiyyəmi çox bəyəndim. İndi haçarımızı götürdük bacımla bərabər bibimgilə çıxırıq. Orada Huri yatmışdı. Sizi indi görsədəcəm. Bağladım qapını və gedirəm oynamaq. Burada gördüyünüz kimi Fərəh oyaqdı. Huri yatır. Qapını bağladıq. Və burada Fərəh özü üçün danışır və təbii ki də vlog olsa da dərs. Yəni bu şimdi doğayanda onu çəkirəm sizə, qucaqlayır hamısı məni birdən. Bir sarılış, bir aşk. Burada da dərsim yazmağa başlayıram. Riyaziyyatımı hələ bitirməmişəm. Bu şimdi gəlir mənə köməyə, mənə motivasyon verir. Mən də dərsimə. Dostlar, bir videomuzun sonuna geldi. Videomuzu beğenirseniz like atmayı, abone olmayı. Öpürüz. Bye. Öpürüz.